Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş Qurtuluş Məfkurəsi Xilaskarlıq missiyasında Zəfər salnaməsi mövzusunda tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Daha sonra Yeni Televiziyanın hazırladığı videoçarx nümayiş olunub. Bu mənada ulu öndər Heydər Əliyev üstün liderliyi keyfiyyətləri, uzaq görənliyi, mürəkkəb vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığı ilə Azərbaycan xalqının taleyində müstəsna yola malik tarixi şəxsiyyətdir. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında mühüm rol oynayıb. Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əlamətdar səhifələrindən biridir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Aqil Bəhramlı çıxışında Milli Qurtuluş Gününün dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıb. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov isə qeyd edib ki, 15 iyun yalnız təqvim bayramı deyil, Azərbaycanın taleyini dəyişən mühüm tarixi hadisədir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev də çıxışında Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən danışıb. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə başa çatıb. Daha sonra Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Günay Hacıyeva, Rəsul İsayev, Banu Çəysenli, Səs TV xəbər.